Son vaxtlar Azpulmat və Malato kimi bank olmayan kredit təşkilatlarına müraciət edən insanların sayı xeyli artıb. Bu təşkilatlar sürətli və sənədsiz kredit imkanı təqdim etsələr də, yüksək faiz dərəcələri və sərt qaydalar səbəbindən vətəndaşlar arasında narazılıqlara səbəb olurdu. Xüsusilə faizlərin sürətlə artması, borcun vaxtında qaytarılmaması halında əlavə cərimələrin tətbiq olunması və borcun əsas məbləğdən dəfələrlə çox böyüməsi kimi hallar borc sahibləri üçün ciddi maliyyə çətinlikləri yaradırdı. Nəticədə vətəndaşlar borc yükünün altından çıxa bilmir, bəzi hallarda isə hüquqi problemlərlə üzləşirdilər. NIRS 24 Azın məlumatına görə vətəndaşlar arasında böyük narazılığa səbəb olan bu məsələyə nəzarətin gücləndirilməsi məqsədilə yeni qaydalar müəyyən olunur. Xəbərə görə bundan sonra banklar bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə olunması qaydası çərçivəsində fəaliyyət göstərəcək. Kredit məbləği və faiz dərəcələri: maksimal kredit məbləği 500 manat, gündəlik faiz dərəcəsi 0,3%-dən çox ola bilməz. Aylıq faiz məbləği 500 manat kredit üçün maksimum 45 manat təşkil edəcək. Borcun qaytarılma müddəti 45 gün. Əvvəllər ən çox narazılıq doğuran məsələlərdən biri də borcun gecikdirilməsi vaxtı tətbiq edilən yüksək faizlər idi. Gecikdirilmə faizləri və ya dəbə pulu əsas borc məbləğinin gündəlik faiz dərəcəsinin 2 mislindən çox ola bilməz. Gecikdirmə halında əsas borc üzrə faizlər maksimum 30 gün müddətində hesablanacaq. Ümumi ödəniş məbləği əsas borcun 100%-dən artıq olmamalıdır. Əvvəllər şəxslər müddət tamam olduqda əsas borcu ödəyə bilmirdilərsə, faizi ödəyib vaxtı uzada bilirdilər. İndi isə 45 gün tamam olduqda həm əsas borcu, həm də faizi ödəməlisən. Şəxs borcunu ödədikdən 3 gün sonra yenidən kredit götürə bilər. Bankların banklardan fərqli olaraq sərt tələblər qoymaması əskəriyyətin bu cür təşkilatlara müraciət etməsinə səbəb olur.